الحمد لله الذي كان ولم يزل ليس كمثله شيء وهو السميع البصير نحمده على نعمائه ونشكره على آلائه ونصلي على محمد وآله الذين بهم عرف الله وبهم عبد الله. Bəzi insanlar elmin enerji nə yaranır, nə də məhv olur qanununa baxaraq belə düşünürlər. Əgər hər şey enerjidən yaranıbsa, bəlkə Allah enerjinin özüdür. Amma bu fikir Allahı yaradılmış bir qüvvə ilə eyniləşdirməkdir. Halbuki Allah-u Mutal Quran-ı Kərimdə belə buyurur ki, Allah hər şeyin yaradıcısıdır. Yəni, enerji də onun yaratdığı şeylərdəndir. Allahu xaliqu kulli şey. Allahu mübtəda, yəni cümlənin əsas mövzusu. xaliqu Xəbərdir, yaradan deməkdir. Kökü xalaqa, yaratmaq feilindəndir. kulli şey. Hər bir şeyin tərkibidir. Kul ümumilik bildirir. Bu ayə açıq şəkildə bildirir ki, hər şey dedikdə enerji, işıq, maddə, ruh və zaman da daxildir. Deməli, Allah enerjinin yaradıcısıdır, enerjinin özü deyil. Elm baxımından enerji maddənin hərəkət və dəyişmə qabiliyyətidir. Elmi baxımından dəyişir. Nə? Məsələ, istidən işığa, işıqdan mexanik enerjiyə çevrilir. Yerləşir, yəni məkan tələb edir. Mənfi və müsbət forma ala bilir. Zaman içində fəaliyyət göstərir. Halbuki Allah-u Teala dəyişməz məkan və zamanla məhdud olmayan ziddiyyətlərdən uzaq bir varlıqdır. Leyse kemithlihi şey'un ve huves-semi'ul basir. Onun bənzəri heç bir şey yoxdur. O eşidəndir və görəndir. Leyse Deyil mənasında olan inkar feilidir. kemithlihi Onun bənzəri kimi deməkdir. Misli bənzərlik bildirir. Kəadatı bənzərlik artırır. Bu ifadə ikiqat bənzərliyi inkar edir. Yəni, nə onun bənzəri var, nə də bənzərinin bənzəri. Allah enerji deyil, çünki enerji bir şeydir. Allah isə şey deyil. Bütün şeylərin xaliqi, yaradanıdır. Elhamdülillahillezî la yudriku bihissin ve la yutasavvaru bizihnin. Həmd olsun Allaha ki, nə hisslə dərk edilə bilər, nə də düşüncə ilə təsəvvür edilə bilər. Yudriku İdrak olmaq mənasındadır. Feilin məchul formasındadır. bihissin His vasitəsilə, yəni maddi vasitələr, duyğularla. Bu o deməkdir ki, Allah maddi varlıq kimi hisslərlə dərk edilə bilməz. Enerji isə hiss olunur, bir varlıqdır, o təsir göstərir, hərəkət yaradır. Deməli, Allah ola bilməz. İmam Sadiq əleyhissalam belə buyurur ki, من زعم أن الله من شيء فقد جعله محدودا ومن جعله محدودا فقد جهله. kim desə ki, Allah hansısa bir şeydəndir, məsələn, enerjidən, o Allahı məhdudlaşdırmışdır. Kim onu məhdud bilsə, artıq onu tanımamışdır. Allah Zâtul vücud. varlığın zatıdır, yəni vücudun özü. Enerji isə Aradun fi vücud. varlıqdan pay alan bir formadır. Bu onu göstərir ki, enerji var olmaq üçün mütləq varlığa, Allaha möhtacdır. Allahu nurus semavati vel ard. Allah göylərin və yerin nurudur. Bu nur enerji mənasında deyil, varlıq verən həqiqi nur barəsindədir. İmam Baqir Əleyhissalam belə buyurur ki, Allahın nuru olması onun varlıq vermə nurudur. Gözlə görmə işıq deyil. Biz bu nəticəyə gəlib çıxırıq ki, birinci, Allah enerji deyil, çünki enerji yaradılmış, dəyişən məkan və zamanla bağlı bir qüvvədir. İkincisi, Allah enerjinin yaradıcısıdır, ona möhtac deyil. Üçüncüsü, Allah-u Mutal Quran-ı Kərimdə də
Və Əhl-i Beytin kəlamlarında da belə buyurdu ki, Allah hisslə, enerji ilə, maddə ilə eyniləşdirilməz. Dördüncü nəticəmiz bu oldu ki, Allah varlığın zatı, nurun nuru, enerjiyə varlığı verən varlıqdır. Allahumma arina haqaiqal əşya kəmə hiyə və la tec'alna minəl-ləzīne yec'alunaka məxluqan əv maddətən əv taqatan bəl thəbbətna alə ma'rifəti təvhidikəl xalis bihaqqi Muhammedin və əlihil athar. İlahi bizi şeylərin həqiqətini olduğu kimi görənlərdən et. Səni məxluq, maddə və enerji kimi düşünənlərdən etmə. Bizi saf tövhid biliyində saf et. Muhammed və pak Əhl-i Beytinin haqqını.